Salam, mən Firuzə Hüseyni. Bugün sizə 6-cı sinifə keçirilmiş lisey qəbul sınağı 8-in izahını verəcəm. Ümumiyyətlə qeyd edim ki, bildiyiniz kimi artıq sabah, yəni 26 iyun 6-cı sinifə qəbul imtahanı keçiriləcək. Hər bir şagirdə indidən uğurlar arzu edirəm. İnşallah yaxşı nəticələrlə gələrsiniz. Elə isə başlayaq sınaqlara. Bir də yadda saxlayın, sınaqlarda düşən mövzular həqiqətən də əsasdır. Çünki buna əsaslanır bir sözlə. Çox sadə bir sualla başlayırıq. 30 litr zeytun yağıdır, 42 litr süddür, 66 litr sudur. Ümumiyyətlə, baxan kimi bilirik, 3 dənə bölən verib, ən az sözün veribsə, mən demişəm, əksinə gedəcəksiniz. Əbob tapasınız. Əbob tapıram. 30, 42, 66, yəni hər üçü də neçəyə bölünə bilər? Əslində, baxan kimi görürəm ki, hər üçü də ən böyük 6-ya bölünə bilər. 6-dan böyük böləni yoxdur, istəsə sadə vurğulara da ayırıb yoxlaya bilərsiniz. 36-ya böləndə 5 dənə lazımdır, 42-ni 6-ya böləndə 7 dənə lazımdır, 66-ni 6-ya böləndə 11 dənə balon lazımdır. Deməli, cəmi 23 balon lazım olmuş olacaq. 22-yə baxıram. Deyir, ədədin 3-ə bölünməsi üçün emin ala biləcəyi qiymətlərin cəmini tapın. Emin ala biləcəyi qiymətlər cəmini tapmaq üçün təbii ki, bir-bir yoxlamaq lazımdır. Ədəd 3-ə bölünür. Ədəd 3-ə bölünürsə, rəqəmləri cəmidə 3-ə qalıqsız bölünməlidir. 1-in üstünə 4 gəldim, 5, 5-in üstünə 2 gəldim, 7, 7-in üstünə 7 gəldim, 14, 14-ün üstünə 4 gəldim, 18, 18-in üstünə 8, 26. 26-nın 3-ə bölünməsi üçün mən buna 1 əlavə edə bilərəm. Sonra 2 edə bilmirəm, 4 edə bilərəm, 3-ü çatmalıdır da, bir də 7 əlavə edə bilərəm. Çünki artıq 11-ə 10-a keçəndə 10 yaza bilmərəm, axı 2 rəqəmli ədəddir. Deməli, 3 dənə ədəd yaza bilirəm və bunlar həqiqətən də 4-ə bölünə bilmir. Çünki 4-ə bölünməsi üçün son 2 rəqəminə baxmalıyam. Daha doğrusu, rəqəmlərin cəminin 4-ə bölünməsinə baxmalıyam. Rəqəmlər cəmi 3-ə bölünürsə 4-ə bölünə bilmir. 1, 4, 7... 1-in üstünə 4 gəldik, 5, 5-in üstünə 7, 12. Doğru cavab olacaq, deyibən. 23-ə baxırıq. Bizə deyir ki, kəsirlərin qiymətləri natural ədədlərdir. Deyir, n-in ən kiçik natural qiymətinin rəqəmləri cəmini tap. İndi baxaq ki, kəsirlərin qiyməti natural ədədlər olarsa, kəsirlər natural ədəddirsə və ən kiçik istəyirsə, mən 16 yazaram. 16 16-ya bölünsün, 1 alınsın. Sonra nə yazmaq olar? Yox, bir dəqiqə, n-in deyil ən kiçik qiymətlərini. Biz ortaq ədəd seçməliyik. Niyə? Çünki mən birinci ayrı-ayrı qoyurdum. İndi baxdıq ki, n-dir. 3-ü də eyni ədəd olmalıdır. Təbii ki, 3-ü də eyni bir ədəddir və bu ədədlərə bölünürsə, əlbəttə, bunun üçün biz əkop tapmalıyıq. Əkop 16, 12, 15. Hesablasaq görərik, mən də şifahi yazıram. Yəqin ki, bilirsiniz, sadə vurğulara ayırırıq. Ayrılışlardan birini götürürük. Yerdə qalan çatışmayanlar da ona vururuq. 240. 240-ın da rəqəmləri cəmini istəyir. 2-nin üstünə də 4, üstünə də 0. Cavab etmiş olacaq 6. 24-ə baxırıq. Deyir, şəkildəki düzbucaqlıdır. Şəkildəki bu düzbucaqlının ağ rəngli hissəsinin sahəsi 6 cm-dir. Boz rəngli hissənin sahəsi deyir, neçə santimetr olar. İndi baxaq. Mən bunları nə edəcəm? Mən bunları böləcəm ki, hamısı eyni fiqur olsun. Rahat hesablaya bilim. Bax, hamısını 3 bucağa gətirdim. Neçədən 3 bucaq var? 1, 2, ağlardan söhbət gedir. 4, 5, 6, 7, 8 dənə 3 bucaq var. Burada nə qədərdir? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə də buradadır. Düzdürmü? Deməli, sayıları eynidir. Sayılar eynidir. Sadəcə belə baxanda boz böyük görünür. Amma ağın sayəsi 6-dırsa, deməli, bozun da sayəsi 6 olacaq. Və şifahi sual idi. 25. Bir ədədin 5-də 4 hissəsini, ədədim x-dır. 5-də 4 hissəsi 5-də 4 x-dır.
3 dəfə artırıb, yəni 3-ə vurdum, oldu 5-də 12x. Alınan ədəddən 33 çıxsam 99 edir. Onda nə alınır? 12x bölü 5 bərabərdir 99-un üzərinə gəlmək lazımdır. 33-ü. O da eləyir 132. Bunları da buradan ixtisar etsək, çünki hər ikisində bölmək olur, axı ortaq böləni var. Yəni 132-ni qısaca biz nə edirik? 5-ə vurub 12-yə bölürük. 11 qalır. 11-i də 5-ə vuranda x edir 55. Mənə də deyir ədədin rəqəmləri cəmini tap. 5 ilə də 5-i toplayanda cavab edir 10 C bəndi. 26-cı suala baxırıq. Deyir ki, ədəd oxu üzəri. Bax, bu ədəd oxu hər sınaqda düşür. O səbəbdən əmin olun ki, orada sualınızın biri də elə ədəd oxundan olacaq. 1, 2, 3, 4, 5, 6, 7. 0,7. B-ni verib 1,6-dır. C-ni də verib 2-dən sonra 2 dənə gedibsə 2,2-dir. İndi C-dən, yəni 2,2-dən çıxıram 0,7-ni. Onu da böləndə 0,5-in kvadratına. Adi hesablamadır. 1,5 qalır. 0,5-in kvadratına nə deməkdir? 0,5 vurulsun 0,5 deməkdir. Amma elə burada elə birbaşa baxsam ki, 1,5-i 0,5-ə böləndə qalır 3, onu da vuranda 2 dəfə düşür 6. Doğru cavab oldu B bəndi. 27 bölünən böləndən 7 dəfə çoxdur. Yəni bölünən 7x-dır, bölən x-dır. Bölən də deyir qismətdən 7 dəfə çoxdur. Onda bu nə olacaq? X bölü 7. İndi biraz da artırıram. Bölən qisməti x kimi baxıram. Bu 7x-dırsa, bu da 49x olacaq. Düzdürmü? Bölünən deyir ki, yox, bir dəqiqə mən səhv oxudum şərti. Bizə deyir ki, ümumiyyətlə gəlin bir ədəd yazaq. X bölü y bərabərdir z və deyir 7 çoxdur da hamısı, düzdürmü? Deməli z 7-yə bərabərdir. Onda mən nə aldım? 7 y bölünsün y-ə, o da eləyir 7. Yəni 7-yə bərabər olmağı s-nin buradan gəlir. Qutardı getdi. Yəni buradan 7 deməli y-im 49-dur. 7y-i də böləndə 49-a 7 edirsə, o zaman 7y-i tapmaq üçün də 49-u 7-yə vurmaq lazımdır. 49-u 7-yə vurmaq lazımdır. O da eləyir 3, 4, 3, 343 edir. 343 cavabımız deyil. Çünki biz ondan 7 üzərinə gəlmişdik. Axı, bölünən qismətdən deyir, nə qədər çoxdur, qədərini istəyir, dəfə demir. Ona görə də 7-yə bölmürük. 343-dən çıxırıq 7-ni. O da edir 336 D bəndi. 28. Təxminən 1,5 dəqiqəyə bir sual həll edən Səma, 1 saadım 60 dəqiqədir. 1,5 dəqiqə deyirsə, 60-ı bölərəm 1,5-ə ki, görüm neçə dəqiqə düşür, yəni. Bunu da biraz rahat bölmək üçün 600-ü bölürəm 15-ə, o da edir 40. Deməli, 40 dəqiqəyə, yazıram, 40 dəqiqəyə bir sual həll edir. İndi 1 saata 5-də 2-sini həll edib, düzdürmü? Yəni 5-də 2 qız bilmirəm nə qədər sual var, 40-a bərabərdir. Bir sual 40 dəqiqə etdiyi üçün. X da bərabərdir. 40-ı vururam, 5-ə bölürəm 2-yə, 20-i də 5-ə vuranda 100. X-i tapdım 100. Elə bizə nə deyir bəs? Nə qədər sual deyir qalıb? 40-ın eləmişdi, 100-dən də 40-ın çıxdım, cavab qaldı 60 bəndi. Uzunluğu 80 cm olan məftildən birinin perimetri digərinin perimetrindən 3 dəfə böyük olan 2 dənə kvadrat düzəldiblər. Deməli, perimetrdən sonra 2 dənə kvadrat düzəldiblər. Birinin perimetri digərindən 3 dəfə böyükdür. Bu nə deməkdir? Yəni, birinin perimetri x-dırsa, digərinki 4x-dir. Amma x qoysam, onda tərəflər kəsirlə alınacaq deyə. Tərəflərə x deyirəm. Bunun perimetri 4x düşür. Bu da 3 dəfə böyük olacaq deyə buna 3x deyərəm. Gəlib 3-ü 4-ə 12x. 12x çaşdıq sildik. Baxın, 12x həqiqətən də 4x-dan 3 dəfə böyükdür.
Bizə nə deyir? Uzunluğu da 80-dirsə, onda uzunluq 80 nə deməkdir? Məhdinin uzunluğu perimetr deməkdir. Perimetrlərin cəmi 4x-la 12x-i toplayıram, edir 16x, 80-ə bərabərdir. 80-i 16-ya böləndə 5, x 5-dir. Sahələr cəmini istəyir. Bunun sahəsi 5-i vurdum 5-ə 25, bunun da sahəsi 3-ü 5-ə 15 eləyir də, düzdürmü? Tərəfin biri 15-dir. 15-i də 15-ə vuranda 225. 225 ilə də 25 toplayanda cavab edir 250 B bəndi. 30 sürət məsələsidir. 1440 kilometr yoldur. Yolun yarısını 90 ilə gedib. Yolun yarısını tapmalıyam birinci ki. Yolun yarısı nə qədərdir? 720 buradır. 720 buradır. 720-ni 90 ilə gedibsə, deməli T'si 80-dir. 720 90-a böldükcə 8 saat gedib. Və yerdə qalıb, deməli 60 sürətlə gedib. 720-ni birinci bölərəm 2-yə. 360, çünki deyir qalan yolun yarısından söhbət gedir. Ona görə də bir yarısını getmişdi. Bunu da yarıya bölüb də elə bil 360 altdan yazaq. 360 bura düşüb, 360 da bura düşüb. Buranı 72 ilə gedibsə T'si 5-dir. Digər qalan yarısı da 360-da 60 ilə gedibsə T'si 6-da, 60-a böldüm 6. 8 burada, 5 burada, 6 burada. 8 ilə 5, 13, 13 ilə də 6, 19 deyib bəndi. 31-ci sualda ədəd ortası 75 olan 6 ədəddən birincisi 80. Aha. Birinci mən bilirəm ki, ədəd orta verib, say verilibsə ədədlərin cəmini tapa bilərəm. 75-i vurmaq lazımdır bunun üçün də. 6-ya ki, görün burada say cəm neçədir? O da eləyir 0, 5, 4, 450. İndi birincisi 80, ikincisi 78-dir. 80 ilə 78-i mən buradan çıxaram. 2, 9, 2. Düz hesablamışıq inşallah. 292-dir. 292 yerdə qalanların cəmidir. Yerdə qalan da 4 dənə ədəddir axı. Deməli, ədəd ortasını tapmaq üçün də mən 292-ni bu ədədlərin sayına bölməliyəm. O da eləyir 7 dəfə 3. 73. Doğru cavab olacaq B bəndi. 32. Əli pulunun əvvəlcə 8-də 3 hissəsini xərcləyir. Deməli, birinci xərcləyir 8-də 3x. Qalanının deyir 8-də 3-ü gedibsə 8-də 8-dən 8-də 3-ü çıxdıq, 8-də 5-i qalıb. 8-də 5-in 7-də 4-ün xərcləyibsə, 8-də 5-i vururam 7-də 4-ə, bölmürsünüz, heç vaxt vurursunuz. O da eləyir 14-də 5x. Nə qədərsini xərcləyib cəmi? 8-də 3x üstə gəlinsin, 14-də 5x. Bunları indi nə edirik? Ortaq məxrəcə gətiririk, 56-ya gətirə bilərik hər ikisində. Ona görə də bunu 7-yə vuraram, alınsın deyə. 14-ü də 4-ə vuraram, məxrəc edər 56. Surətlərə baxsam, 3-ü 7-yə vuranda 21, 5-də 4-ə vuranda 20, 21 ilə də 20-ni toplayanda 41x. 56-da 41x-ı, deməli nə olub? 56-da 41x xərclənəndir. Onda 56-41 hələ kəsirlə verir, cavab C bəndi. 33. Düzbucaqlı paralelipiped formalı boş akvarium su ilə tam doldurulur və 1 desimetrin kubu 1 litr su tutur. Biz bilirik, 1 desimetrin kubu 1 litrə bərabərdir. Və akvariumdursa təbii ki, mən həcmi tapmalıyam. 14, 12, 6. Bir-birinə vuranda 12-nin 6-ya bu 8, 0, 0, 1. 1008 santimetrin kubu edir və daha doğrusu, indi desimetrə çevirmək üçün də 1000-də axı bir desimetrimiz 1000-dir. Ona görə də 1008-i gəlib bölmək lazımdır 1000-ə. O da eləyir 1 tam 1000-də 8. Doğru cavabımız cavab A bəndi. Niyə desimetrin kubuna çevirdim? Çünki litr dedik axı ona bərabərdir. Litr nə qədər su tutur deyirsə, litr istəyir. O səbəbdən. Onluqlar mərtəbəsindəki rəqəmi təkliklər mərtəbəsi rəqəmdən 2 dəfə böyük. Onluqlar mərtəbəsi təklikdən 2 dəfə böyükdür.
İki rəqəmli natural ədədlər üçün aşağıdakılardan hansı hər zaman doğrudur danışa bilmədim artıq. 2-yə hər zaman bölünə bilməzlər. 6-ya bölünə bilmir yazdığım. 3-ə bölünə bilir, 9-a bölünə bilmir. Deməli elə doğru cavabım olacaq B bəndi. Açıq aydın görünür elə seçdiyim nümunədə. 35. A deyir B-dən böyükdür. A B-dən böyükdür. Əkobdakı A-la B-nin 23-dür. 23 qarşılıqlı sadə ədəd olduğu üçün elə mən əkobu, yəni onsuzda A-nı verib də mənə. Burada nə ola bilər? Əgər A-ya 1 kimi baxsam, B 23 olacaq. A-ya 2 kimi baxa bilmirəm. Yəni bircə dənə ehtimalım var cəmi. Qutardı, getdi. A-ya 1 qoyanda 3 edir. 23-ü də 2-yə vuranda 46 edir. 46 ilə də 3-ün cəmi 49. 36. 60 ədədini n ədədinə böldükdə qalıqda 4 alınır. Bütün belə n ədədlərinin cəmini tapın. Tamam, nə gözəl. Mən bölünəni bilmirəm. 60 amma n-ə böləndə o bilirəm ki, qalıq 4 edir. Onda mən nə edə bilərəm? Qalıq 4 edirsə, elə bölünənlə işləyirik belə olanda. Yəni 60-dan mən gedərəm 4-ü çıxaram ki 56-dır deməli burada. Ki qalıqda 4 alınır 60-dırsa, deməli o 56-ya gəlib çıxır da. 56-ya da baxsam 1-ə böləndə alınmır, 2-yə böləndə alınmır. Nə cəhətdən alınmır? Qalıq 4 olmur. 3-ə ümumiyyətlə yox, 4-ə böləndə də alınmır. 7-yə alınır, 8-ə alınır, 14-ə alınır. 28 alınır. Bax 7 artırıram çünki artıq qaydasını tutdum ki, yəni 14, sonra yenə özünün 2 qatı qədər. İndi məntiqdir də bir növ ki, baxaq görək, məntiq uyursa nə gözəl, problem yoxdur. Bir də 56. Yalnız bunları götürə bilirəm. Və bunların da cəmi 7-dir, 8-dir, 14, 28, 56 cavab edir 113 B bəndi hesabda. İnşallah ki, səhvə yol verməmişik. Adi hesablamadır. 9,1'dir. Mən bunların yanına 0 atıram ki, bərabərləşsinlər. Amma bura 0 atırıqsa, burada atmalıyıq artıq məcburən. 9, 10, 9, 10 bunu böləndə eləyir 70. 13'ə bölürəm də elə bilin. Sonra 8, 10'u 27'yə böləndə 30. Bu da 30 eləyir. Birin çıxmadı, birin toplamadı, elə dəyişmir, yəni 70 olaraq da qalır. 70'i də bölmək lazımdır 1,4'ə. Bu da nə deməkdir? 700 bölünsün 14 deməkdir. O da edir 50. Cavab C bəndi. 30% 12 olan ədəd, deməli tərsinə getmək lazımdır. Hansısa ədədi 30'a vurublar, 100'ə bölüblər, 12 alınıbsa, x-i tapmaq üçün 12'ni 100'ə vurub 30'a bölmək lazımdır. Bu da eləyir 40. İndi 40 deyir, hansı ədədin 80%-idir? Deməli 40'ı 80'ə vurub 100'ə bölürük bu dəfədə. Bunlar getdi 4, 8, 32. Bir dəqiqə. Hansı ədədin 80%-idir istəyir bizdə? A. Deməli, hansısa ədədin, yəni hansı ədədi 80 eyni qaydadır. Mən ədədin faizi olmağı ilə getdim. Hansı ədədi 80'ə vurub 100'ə bölüblər 40 alınıb. Belə olan halda 40'ı 100'ə vurduq 4000, onu da bölürük 80'ə. Onu da böləndə 80'ə, yarısı 50. Cavab D bəndi. 39. Qonşu bucaqlardan biri, qonşu bucaqları çəkək. Biri 4x-dır, biri 5x-dır. Mən də bilirəm ki, niyə 4x, 5x? Çünki biri digərinin 5'də 4 hissəsidir. Deməli, biri 5x-dır, biri 4x-dır. Həmişə belə yazın ki, kəsirlə özünüzü çaşdırmayasınız. Birinə x, birinə 5'də 4x deyə bilərsiniz. Mən ortaq məxrəcə gətirib toplayıb 180'ə də bərabər edə bilərsiniz. Heç bir problem yoxdur. 9x bərabərdir 180, x bərabərdir 20. Çünki açıq bucaq 180 dərəcədir və qonşu bucaqların cəmi də 180 dərəcədir. 24'ə vurdum 80, 80 sonra 5'ə vurdum 100, 80'dən də 100'dən də 80 çıxdıq, cavab elədi 20.
Sonuncu sualımıza baxırıq. Yenə adi hesab. Görürsüz, hesablama çox düşür. Amma inanın ki, əsas hesablamada səhv edir uşaqlar, diqqət problemi yaşayırlar. Əməllər ardıcıllığı. Mötərizənin daxilində birinci çıxma var. Ortaq məxrəcə gətirirəm 3-ü 2. Bu eləyir deməli 6-da 3-dən 6-da 1 edir. Daha sonra buradakı mötərizə ilə bura baxmazdan əvvəl 6-da 1 nə alınır? Bölünsün, bunu çevirirəm 3-də 4-ə, vurulsun 3 yuxarı 4 aşağı. 3-dən 6 getdi, qaldı 2. Bu da eləyir 8-də 1. Birdən də çıxanda 8-də 1-i, o da eləyir 8-də 7. Bunu da tapdıq. Daha sonra nə işimiz qaldı? 8-də 7-ni 4-də 1-ə bölmək, 4-ə vurmaq deməkdir. Bu da qaldı 7 böl 2, 3,5. Yəni 7-yi 2-yə böləndə 3,5. Doğru cavab D bəndidir. Gördüyünüz kimi, yəni 20 sual idi. 20 dəqiqədə demək olar izah elədim. Deməyin ki, müəllimsiz deyə oldu. Xeyr, hesablamanı əgər tez həll edə bilsəz, daha rahat belə deyim də cavab almış olacaqsınız problemsiz şəkildə. Hər birinizə uğurlar arzu edirəm.